bir damcı qarımız var. Dostlar, odunumuzu götürürük. Məkanımız Qubadadır. Yer gəlmişkən deyim ki, bu bir reklam deyil. Ödənişimi eləyib istirahətimi eləyirəm. Sadəcə olaraq o qədər zövq aldım ki, özümə boynuma bir borc bunu hiss elədim ki, bunu çəkməliyəm. Qoy hər kəs görsün. Qiymət o qədər münasibdir. 2 ailə gəlib 250 manat günü. 2 gün qalsanız 200 manatdan da eləyirlər. Yəni bu qədər səmimi, yəni etiraf edirəm. Yəni düşünməyin ki, onlar gəldi bura 500.000 manat verdi, istirahət elədi. Odunlarımız da həmin o 250 manatın içindədir. Dostlar, belə bir barbekumuz var. Evin bir küncündə düzəldiblər. Ailənizlə axşam oturursunuz belə. Yan perti. Amma onu belə eləyirik. Belə qoyuruq. Bax bunu da, dostlar, bax bunu da. Bax. Gözüm yandı. Adamı içi kasıb, çölü varlı olanda belə olur da. Vay. Vay. Gözüm yandı. Bax, şabalıtlar belə düzülür. Ətlər də belə. Dəhşət. Onu demək yaddan çıxdı. İstidir, istidir basen. Dostlar, quyruğumuzu bax, qəşəng belə doğrayırıq. Bax. Dostlar, bu bir sinədir. Bir gün öncədən əti lay doğrayırıq. Soğanıdır, sarımsağıdır, üstəlik kivi doğrayırıq ki, ətimiz daha da yumşalsın. Sarımsaq, soğan mütləqdir. Kartoşkalarımızı düzürük dostlar. Qubanın bilirsiniz də. Akşamüstü soyuq olur. Artıq əynimizi qalın geyinmişik. Dostlar, sizə bir sir vereyim. Yumurtanın o kletkası var bu. Yəni neft qədər çox effektiv yanma qabiliyyəti var. Hələ taxta atmamışam içərisinə, təsəvvür edin. İsti basenimiz.